Hoş gördük hörmətli namizədlər. Ümumi dünya görüşü meyarı üzrə bugünkü mövzumuz 20 sentyabr Dövlət Suverenliyi günüdür. Qeyd edilən mövzu ilə bağlı suallara diqqət yetirək. Sentyabrın 20-sinin ölkəmizdə Dövlət Suverenliyi günü kimi təsis edilməsinin tarixi əsası nə ilə bağlıdır? 19-20 sentyabr 2023-cü il tarixlərində Qarabağ bölgəsində Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədi ilə həyata keçirilmiş əməliyyat nəticəsində Azərbaycan Respublikası faktiki olaraq bütün ərazisi üzərində ilk dəfə olaraq dövlət suverenliyini təmin etmişdir. Azərbaycan Respublikası Prezidentinin 19 sentyabr 2024-cü il tarixli 294 nömrəli sərəncamına əsasən Azərbaycan Respublikasının bütün ərazisində qanunun aliliyinin və Azərbaycan Respublikasının dövlət suverenliyinin təmin edildiyi nəzərə alınaraq 20 sentyabr ölkəmizdə dövlət suverenliyi günü kimi təsis edilmişdir. Növbəti sual 19-20 sentyabr 2023-cü il tarixlərində Qarabağ bölgəsində Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədi ilə həyata keçirilmiş əməliyyat necə adlanır? Lokal xarakter antiterror əməliyyatı və ya 24 saatlıq əməliyyat. Həmin əməliyyat 23 saat 43 dəqiqə davam etmişdir. 19-20 sentyabr 2023-cü il tarixlərində Qarabağ bölgəsində Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə həyata keçirilmiş lokal xarakterli antiterror əməliyyatı nəticəsində hansı ərazilərimiz işğaldan azad edilmişdir? Xankəndi şəhəri, Xocalı, Xocavənd və Ağdərə rayonları, eyni zamanda Xocalı rayonunun Əsgəran qəsəbəsi və Ağdərə rayonu ərazisində yerləşən strateji əhəmiyyətli obyekt hesab olunan Sərsəng su anbarı işğaldan azad olunmuşdur. Lokal xarakterli antiterror əməliyyatı nəticəsində Azərbaycan tərəfi 192 şəhid vermiş və əməliyyatın yekunlaşması ilə bağlı 20 sentyabr 2023-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti Azərbaycan xalqına müraciət etmişdir. Azərbaycan Respublikasının Prezidenti Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərində, Xocalı rayonu Əsgəran qəsəbəsində və Sərsəng su anbarının ərazisində Azərbaycan Respublikasının dövlət bayrağı nə zaman ucaldılmışdır? 15 oktyabr 2023-cü il tarixində. Növbəti suallara nəzər yetirək. Azərbaycan Respublikasının bütün ərazisində dövlət suverenliyinin təmin olunmasının möhrü hesab olunan Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Xankəndi şəhərində zəfər paradı nə zaman keçirilmişdir? 8 noyabr 2023-cü il tarixində. Parad Vətən müharibəsində, 2-ci Qarabağ müharibəsində əldə edilən zəfərin 3-cü il dönümünə həsr olunmuşdur. Parada Azərbaycan Respublikası Müdafiə Nazirinin 1-ci müavini, Azərbaycan ordusunun baş qərargah rəisi general-polkovnik Kərim Vəliyev başçılıq etmişdir. Bu parad həm də 1919-cu ildə Azərbaycan Xalq Cümhuriyyəti dövründə keçirilmiş hərbi keçidin tarixi varisliyini nümayiş etdirdi. Bu xüsusda tarixi bir qeydə diqqət yetirək. 29 iyul 1919-cu il tarixində Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən Xankəndi şəhərində keçirilmiş paradı, hərbi keçidi Baş nazir Nəsib bəy Yusif bəy ilə qəbul etmişdir. Dövlət suverenliyi günü ölkəmizdə iş günü hesab edilməyən bayram günüdürmü? Xeyr, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 105-ci maddəsinə əsasən dövlət suverenliyi günü ölkəmizdə iş günü hesab olunur. Mövzu ilə bağlı əlaqəli bilikləri və təhlil tələb edən analitik bir suala diqqət yetirək. Dövlət suverenliyi günü ölkəmizdə həm də hansı peşə bayramı günü və şəhər günləri kimi qeyd olunur? Neftçilər günü və Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü kimi qeyd olunur. 20 sentyabr 1994-cü il tarixində əsrin müqaviləsi imzalanmışdır. Bildiyimiz kimi qeyd olunan müqavilə tarixi əhəmiyyətinə görə belə adlandırılır. Əslində müqavilənin tam adı Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən Azəri və Çıraqlı yataqlarının, həmçinin Günəşli yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənilməsi və hasilatın pay bölgüsü haqqında saziş adlanır. Eyni zamanda 19 sentyabr 2023-cü il tarixlərində Qarabağ bölgəsində həyata keçirilmiş lokal xarakterli antiterror əməliyyatı nəticəsində
Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərinin işğaldan azad edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin 18 sentyabr 2024-cü il tarixli 291 nömrəli sərəncamı ilə 20 sentyabr Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü kimi təsis edilmişdir. Beləliklə 20 sentyabr ölkəmizin yalnız siyasi, hüquqi suverenliyin bərpa edilməsi günü deyil, həm də iqtisadi suverenliyin təmin olunması baxımından əhəmiyyətli tarixi bir gündür. Qeyd edilən mövzu üzrə suallar bu qədər. Diqqətinizə görə təşəkkür edirəm.